müsəlman ölkələrinin arasında, münasibətlərində problemin olması heç kimə sir deyil. Ümumiyyətlə, müsəlman ölkələr arasında birlik çox zəifdir. Və həmişə müsəlman ölkələrinin içərisində başqa dövlətlərin, deyək ki, mən din fərqi qoymuram, başqa dinlərə mənsub insanlara olan sevgisi daha böyük olur. Müsəlmanlar bir-biri ilə yola gedə bilmir. Və bəzi müsəlman ölkələrinin də Ermənistana olan sevgisi başa düşülən deyil. Bu sevgi zaman-zaman İranın timsalında özünü göstərib, Səudiyyə Ərəbistanının timsalında özünü göstərib, Kuveytin timsalında özünü göstərməkdədir, Suriyanın timsalında özünü çox göstərib və bu başa düşülən deyil. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, müsəlman dövlətlərindən biridir və müsəlman dövlətləri bir-birini müdafiə etməlidir, bir-birinin qarşısında deyək ki, həmin təşkilat çərçivəsində öhdəlikləri var. Və bugün Azərbaycanda eyni zamanda 1 milyona yaxın qaçqın var. Və Azərbaycan neftdən pullar qazanır. Azərbaycan varlı ölkədir. Devizi altında Azərbaycan qaçqınlarına, Azərbaycan insanlarına olan yardımı kəsmək müsəlmançılıqdan kənar addımdır. Mən bunu başa düşə bilmərəm və Kuveytin də demək ki, Ermənistandakı qaçqınlara yardım göstərməsi və deyək ki, Suriya qaçqınları adı altında oraya yerləşən insanlara yardım göstərməsi başa düşülən deyil. Mən düşünürəm ki, bu Azərbaycana hörmətsizlikdir. Nəyə görə? Çünki biz hər bir zaman bilmişik. Ermənistanda, Dağlıq Qarabağda Azərbaycanın əskərlərini öldürən, Azərbaycanın dinc vətəndaşlarını öldürən Bayevik dediyimiz həmin o insanlar olub. Erməni əsilli, hansı ki, Livandan gəliblər, Suriyadan gəliblər, Kuveytdən gəliblər, digər ərəb ölkələrindən gəliblər. Və bunlar, həmin o erməni əsilli ərəblər, ərəb dillilər gəlib orada Azərbaycan vətəndaşlarını öldürüblər. Və bugün kim zəmanət verir ki, yenə Ermənistana yerləşdirilən həmin Suriya dediyimiz qaçqınlar dırnaq içərisində sabah Dağlıq Qarabağda Azərbaycanın dinc vətəndaşlarını, əskərlərini öldürməyə qalmayacaqlar. Və digər bir tərəfdən ümumiyyətlə mən düşünmürəm ki, Ermənistan elə bir gözəl ölkədir ki, elə bir cəzbedici ölkədir ki, demək ki, qaçqınlar oraya yerləşməyə cəhd göstərsinlər. Bu bir bəhanədir. Mən düşünmürəm ki, Ermənistana çoxlu insanlar oraya demək gəlib orada yaşamağa üstünlük versinlər. Əksinə, son bir ildə Ermənistandan, yoxsa son 5 ildə Ermənistandan 1 milyon insan mühacirətə gedib. O baxımdan bu başa düşülən deyil. Mən düşünürəm ki, burada bəlkə də Azərbaycan hakimiyyətinin də oynadığı bir rol olub. Çünki Azərbaycanda fəaliyyət göstərən ərəb ölkələrinin fondlarının Azərbaycanda dini təbliğatla da məşğul olmaqları üzə çıxa bilərdi və yaxud humanitar yardım altında başqa dini məzhəblərin yayılmasında rol aldıqları da üzə çıxa bilərdi və Azərbaycan hakimiyyəti həmişə onlara yaxşı yanaşmayıb. Ola bilsin ki, onların da sıxışdırılması baş verir və 2013-cü ildə Azərbaycan Respublikasının demək, qeydlər və ictimai fondlar haqqında olan qanununa edilən məhdudlaşdırıcı dəyişikliklərin də onların fəaliyyətinə problemlər yaratdığı ola bilsin ki, olub və onlar da Azərbaycandan çıxıb gediblər. Amma bu o demək deyil ki, onlar Azərbaycandan gediblərsə, Ermənistana yardım göstərməlidirlər. Bu başa düşülən deyil. Həm müsəlman dövləti kimi, həm də ki, Azərbaycanla qardaşlıqdan, dostluqdan danışan bir dövlət üçün heç də yaraşan bir məsələ deyil. Eyni zamanda hər iki dövlət İslam Əməkdaşlıq Təşkilatında təmsil olunurlar. Bir-birlərini beynəlxalq səviyyədə daima demək, müdafiə ediblər və dost ölkədirlər. O baxımdan bu başa düşülən deyil və düşünürəm ki, onlar da bu sahədə ciddi bir, həm Azərbaycan hakimiyyəti bu sahədə ciddi addım atar, həm də Kuveyt bir daha bu cür məsələlərlə bağlı addım atmamışdan qabaq yüz ölçüb bir biçər.